Qeyd edək ki, ağac əkmə aksiyaları bugün bütün bölgələrdə təşkil olunub. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı bugünə qədər kifayət qədər mövzu işlənir. Təbii ki, həmin mövzular Ulu öndərin dövründə daim onun yanında olan jurnalistlər vasitəsilə işıqlandırılıb. Bugün o jurnalistlər ümummilli liderin çəkiliş öncəsi və sonrası səmimi münasibətini, onun özəl xüsusiyyətlərini Region TV-yə açıqlayıblar. Biz jurnalistlər işıqlandırdığımız müxtəlif mövzulardan asılı olaraq sıravi vətəndaşdan dövlət məmuruna, nazirinə, millət vəkilinə qədər hər kəsdən müsahibə alırıq. Amma bir məqam var, əgər fəaliyyətimiz dönəmində müsahiblərimizin arasında ölkə başçısı da varsa, o zaman məsuliyyətimiz 1-ə 5 artır. Onların jurnalist fəaliyyətlərinin qızıl dövrü gənc yaşlarına təsadüf edir. Bugün müxtəlif televiziyalarda çalışan Emil Babaxanov, Sevinç Vaqif qızı, Aynur Nəsirova və adını çəkmədiyimiz onlarla jurnalist, operator, ümummilli lider Heydər Əliyevin fəaliyyətini işıqlandıran insanlardır. O cür çəkilişlərdə protokol qaydaları var. Ora keçmə, bunu eləmə, bunu gözlə. O həmişə qoymurdu çox sıx protokol və yaxud da ki, məsələn, o xüsusi qaydalar ki var idi ki, o hər yerdə var, hər bir cəmiyyətdə var, o bizi çox sıxmağa qoymur. Space-in mikrofonu digər bir telekanal jurnalistinin, müxbirinin əlində olanda və yaxud liderin mikrofonu Space-də olanda o dəqiqə baxırdı, maraqlanırdı ki, Space-dən Sevinç hardadır, liderdən Aynur hardadır. Niyə onun mikrofonu digər jurnalist? Hətta gedən jurnalistləri adı ilə tanıyırdı ki, məhz onun yanında gedən jurnalistlər kimdir? Bugün kimin mikrofonu kimin əlindədir? Niyə? Nə olub? İndi onların dediyi ümumi bir fikir var. Səmimiyyəti, diqqəti, qayğıkeşliyi ilə Heydər Əliyev onlar üçün heç vaxt unudulmayacaq müsahib olub. Rəsmi səfərlər, çəkilişlər ərəfəsində Ulu öndərin jurnalistlərə fərdi münasibəti bunu deməyə əsas verir. Amerika səfərimiz var idi. Bildiyiniz qədər yolda, ora çox uzun olduğuna görə təyyarədə çox vaxt keçirdirdik. Bir gözümü açdım, gördüm ki, Heydər Əliyev yanıb qarşımızda. Yəni necə olur? Heydər Əliyev əyləşirdi qabaq salonda, biz jurnalistlər əyləşirdik arxa salonda. Heydər Əliyev gəldi, girdi bizim yanımıza. Biz də baxdıq ki, deməli, cənab prezident də darıxıb, bizlə söhbət eləmək istəyir. Kimisə kamerasının nə problemi var, soruşdu. Kim özünü necə hiss eləyir, soruşdu. Kimə nə lazımdır, soruşdu. Yəni maraqlanırdı da. Ümummilli liderin Türkiyə səfəri isə o zaman yerli telekanallardan birində çalışan Sevinç Vaqif qızının yaddaşına unudulmaz an kimi həkk olunub. Və görüşlərin birində mərhum prezidentə Naxçıvandan alça gətirmişdilər. Göyçə alçası, Naxçıvanın məşhur alçasından. Siz inanın ki, onu tək yeməmişdi. Və çıxmışdı otelin foyesinə, hansı ki, jurnalistlər ona gözləyirdi ki, görüşə gedəcək və biz onu müşahidə edəcəyik. O birinci bizə təklif eləmişdi ki, bəs siz necə alça yemişsiniz, Naxçıvan göyçəsi haqqında nə bilirsiniz? İndi Region TV-də fəaliyyətini davam etdirən Aynur Nəsirovanınsa Ulu öndərdən aldığı ilk müsahibədə verdiyi sual ona sonraki çəkilişlərdə ön sırada durmaq fürsəti yaradıb. Respublikada mühüm hadisə baş vermişdi. Onunla bağlı prezidentə sual vermək lazım idi. Mən ilk dəfə idi gedirdim prezidentlə müsahibəyə və dedim ki, bu sualı mən verəcəm. Müsahibəyə qulaq asıram. Bir də onda ayıldım ki, o vaxt operatorumuz Kənan Məhəmmədov qolumdan vurdu ki, Aynur, sən sual verəcəkdin. Ondan sonra mən ilk sualımı verdim. Rəsmi səfərlərində də ümummilli lider Heydər Əliyevlə birgə olan jurnalistlər çəkilişin maraqlı məqamlarını, Ulu öndərin səmimi münasibətini indi də gülümsəyərək xatırlayırlar. Görüşlərdən sonra bizə gəldilər ki, siz gedə bilərsiniz otelə dincəlməyə, cənab prezident Batı-Bata gedir. Durduq, cənab prezident Ali Məclisdən çıxdı, maşınlara tərəf gedəndə birdən çevrildi, dedi ki, dayan, onların mənlə işi var. Dedi, xeyr ola, siz sözdə adamı oxşuyursunuz. Biz birinci təbii ki, Batı-Bat səfərini deyə bilməzdik və birinci dedik ki, cənab prezident, biz burada müsahibə götürə bilmirik heç kimdən. Cənab prezident Ali Məclisin sədrinə tərəf çevrildi və dedi ki, sizin fikriniz buradakı jurnalistlərə getməsin. Mən bunları pis öyrətmişəm. Naxçıvandakı bütün qapılar bizim üzümüzə açıldı. Gülə-gülə dedi ki, dayanın, bunlar yenə nəsə istəyirlər. Getmək istəyirsiniz mənlə. Təbii ki, bu dəfə də çevrildi Ali Məclisin sədrinə tərəf. Dedi ki, jurnalistlər də mənlə bərabər dincəlməyə getsinlər.
Ulu öndər bir çox sahədə minlərlə peşəkar kadrların yetişməsi üçün hər cür şərait yaradıb. Amma jurnalistlər üçünsə məhz milli liderlə görüş, müsahibə peşəkarlığı formalaşdıran əsas amil olub. Çünki bir çox sahəyə incəliklərinə dək bələd olan Heydər Əliyev jurnalist peşəsinin xüsusiyyətlərindən də xəbərdar idi. Elə buna görə də o, hər zaman jurnalistlərin ən çox sevdiyi müsahib olub. Ayşə İsazadə, Namiq Abdullayev, Bakı.